Herkese yepyeni videodan salam dostlar. Kanalıma abone olmağı, like atmağı unutmayın dostlar. Bugün geçen bölümde dediğim kimi heykelini de düzeltdik. Gələn bölümlərdə də okulumuzu düzəldəcək dostlar. Heykelin ilk olaraq təbəqəsini atdım. Dəmirdən eləyəcəkdim. Dəmirdən gördüm çox vaxt betondan istifadə edirlər. Bir də gözün hazırlanması var. Gözünü necə hazırlayacağım. Ona görə biraz çətin oldu. İndi görək burada necə edirdik. Yadımdan çıxdı. Bunu belə edirdik. Sonra bu belə 2 dənə qabağa veririk. 2 dənə qabağa veriləndən sonra bu 2 gözü veririk belə. Gözü hazırlanması üçün bunlardan istifadə edirik. Yosunlardan da istifadə edirik ki, daha qoca bir görüntü versin deyə. Burada indi bura düşürük. İndi buradan da baxaq görək nə edə bilir. Aha. Bunu hazırladıq. Belə edirəm. Desən yox, bir dəqiqə səhv elədim. Bir şey səhv elədim ya. Buradan başlayırıq. Belə edəndən sonra bu neçə elə? 1, 2, 3. Altda qırıq. Altda qırandan sonra yavaş-yavaş formalaşdı. Deməli, baş asılmış. Bunu belə hazırladım. Sonra bir dəfə də edirdim. Bir də gözüm bir dəqiqə yatım sonra. Səhər tam belə daha yaxşı olacaq. Daha yaxşı görünəcəyəm də. Ondan sonra qolem sənə anlığı düzəldirəm. Anlığı gör də gör. Dəyərim biləyim. Sonra nə lazım idi mənə? İndi yadıma düşdü. Bundan altdan hazırlayayım. 18-dən. Bir dənə də hazırlayayım. 24-dən bəsindir. 24-dəndən sonra sabah duran kimi hazırlayacağım o yerləri. Bir də dostlar, orada divar yerləri hazırlamalıyım. Divar yerində amma o birisindən hazırlayacağım. Divar yerində bundan hazırlamaq olmur. O biri daşdan hazırlayacağım. Yəni biraz qırıq daş qıracağım. Ondan divar yeri hazırlayacağım. O divar yerinə də gül qoyacağım. Elə daha gözəl olacaq. Ya da biraz da hazırlamalıyım. Deyən görün. İndi bir dəqiqə. Bura hazırlanandan sonra bu belə gəlsin. Belə gələndən sonra tam qolun orta hissəsinə baxaq. Görək hardadır. Sonra bir dəfə də yuxarı çıxacam. O hissəyə öz nəsələr qoymağa çalışacağım. Baxaq görək indi nə edə bilirik dostlar. İndi bu belə olsun. Daha yuxarıdan biraz verək. Bir dəqiqə. Mən eğimi bu hissədən vermək istəyirəm elə bil. Elə bil əlinin nəsə olacaq. Əlində nəsə tutulmuş kimi eləyəcək. Əldən tutduğu şeydə indi bunun üstünə qoyacağım. Bir dəqiqə. Bacara bildiyimiz qədər biraz tez eləməliyəm. Baxım görün mənim o digər daşlarım da əlidir. Lavdan istifadə edirəm. Yaxındakı bilirsiniz də lav yeri var. Bir də əzi çəkmirəm. O kömürlərdə biraz səviyyə atdıyım deyə qırdım keçən bölüm. Burada nə edəcəkdim? Daşıma baxacaqdım. Daş var bunun içində. Yox. Burada daş yoxdur. Bax görüyor bir hissələrdə olsa tez götürərəm. Daş var. Bir dəqiqə daş. Daş var. Buradan bir divar hazırlayacağız. Nəsə oynaya nəsə bir şey hazırlamaq öyrənmişəm özüm. Deyən görüm. İndi bunu belə eləyək. Yerdən bir dənə torpaq qırım. Bu qədər rahat mənim üçün əmələ gələcəyini gözləmirdim. Yuxarıları biraz daha düzəldəcəm. Simmetri gözə uyğun eləyəcəm. Hazırlayaq bunu dostlar. İndi bu hissəyə bunu hazırladım. Üstünə torpaq qoyuram. Torpaq qoyduqdan sonra da ətrafını bəzəyirəm. Torpağımızı qoyaq. Bunu belə yox. Səhv qoydum. Bunu belə qoyuram. Bunu belə qoyandan sonra biraz bu hissəni qoyuram. Bu hissəni qoyandan sonra bu hissəni qoyuram. Bu hissəni qoyandan sonra da bu hissəni qoyuram. İndi birazdan gedib aşağıdan güllə götürəcəm bura üçün. Burayı qutarandan sonra. İndi ilk olaraq bu hissələri qırıram. Bu iki hissə. Yenə səhv elədim. Səhv eləməkdə heç xoşum gəlmirdi. Deyən görək.
Bu oyunda. Dostlar, abunə olaraq mənə 140 abunə də eləyə bilərsiniz. Kanalıma abunə olmağı da, like atmağı da unutmayın dostlar. Yorumlara başqa nə düzəltməyimi istəyirsə, yorumlara yaza bilərsiniz. Deyən görüm, indi burada nə eləyə biləm? Olmadı ki. Aha, öldüm. Deyəm. Hər yerə qoydum. Aha, ölüm daha rahat olsun. Daha əziyyət çəkmir belə tulmamaq. İndindən görək. Bir dəqiqə. Bu hissəni hazırlayaq. Bu hissələri qıram indi. Bunlar sonra mənə lazım olacaq. Bu hissəni hazırladıq. İndi bir-iki yerinə yosun qoyacam. Yosundan qədər qoyacam. Göyə biraz qocalıb. İndi bu hissəyə qoyum bir dənə yosun. Sonra ümumiyyətlə bu üç hissəyə yosun qoyma fikrim var. Qocalmış bir hissi verəcəm. Bu arxadan iki hissəyə qoyma fikrim var. Dəqiqə qoyaq. Götürəmədim deyəm. Bir də yerdə belə bir hiss verəsim var. Bir də bu əli. Bu əli də biraz belə eləyək. Ondan sonra orada gül qoyacam. Gedək gül baxaq görək, indi o gül oradadır. Dostlar, tarlanı yığdım. Son demək yadımdan çıxmışdı. Videodakı deyəsən o gülü tapanmayacam. Bu gül. Bu güldən olmalıdır məndə yenə də, amma o böyük qırmızı gül idi. Ondan hazırlamışdım. Baxaq görək, biz də hazırlaya bilirik. İrəliyək. Sonra videolar daha yaxşı, yəni fikirlərim daha yaxşı olsun deyə YouTube'dan istifadə edirəm. Əlbəttə ki, yəni bunlar yoxsa belə çətin altıma gəlir. Ondan sonra bu burnunu biraz düzəldək bunu. Çox gözəl burun düzəltdim ha. Deyən görək. Bunu bir dəfə də belə tam düzəldim. Bu hissə tamamlandı. İndi bir dənə yuxarı çıxın. Bu hissə tamamlanandan sonra bu hissəni də qırım. Başını belə dörtgünc formasında eləmək xoşuma gəlmədi. Amma Minecraft hər şey kvadratdır. Ya da düz bucaqlı bilmirəm, ikisindən biri olmalıdır. Baxaq görək. Burada hazırlandı. Çox mükəmməl. Buranı hazırlayandan sonra bu hissəsinə bu daşları da qoyaq. Sonra keçək arxaya. Bu hissəyə eləyək. Bu hissəni də indi bax görək nə eləyə bildik. Biraz esintini qatmaq istədim. Sonra bu videoda da bu hissəsini belə tam yaxşı düzəltməyə çalışacağım. Bu qədər mən bilən alındı. Bundan daha yaxşısını eləyənməzdiyim. Nəysə. Bu videonu belə hazırlayadım. Baxaq. Yaxşı eləmişəm ha. Özüm elədiyimdən xoşum gəldi. Sağ olun dostlar. Gələn videolarda görüşənədək. Bu bölümdə golem heykəli düzəltdik. Bunu daha ətraflı bir video düzəltməyimi istəyirsinizsə, yorumlara yaza bilərsiniz. Sağ olun dostlar. Gələn videolarda görüşənədək. Kanalıma abunə olmağı, like atmağı unutmayın.